Və aleykum assalam və rəhmətullahi və bərəkatuhu. Sual belədir ki, mənim 3 gəlinim var, biri ayrı yaşayır, ikisi isə bizimlə birlikdə yaşayırıq. Allah bütün gəlinləri qorusun. Biz əlhəmdülillah mehriban yaşayırıq. Bir məsələdə onlarla heç cür razılaşa bilmirəm. Az qalam evdən baş götürəm, gedəm. Nə qədər çalışıramsa onları başa sala bilmirəm. Yanımdakı gəlinlərin hərəsinin bir uşağı var. Uşaqların birinin hələ 2, birinin də hələ 4 yaşı tamam deyil. Bu gəlinlər bütün günü hər adi şeyə görə uşaqları döyürlər və eyni zamanda uşaqları qışqırırlar. Biri biraz, biri isə daha çox. Sanki qışqırma yarışmasına durublar. Səsləri həqiqi mənada başıma düşür. Nə qədər çalışıram, başa sala bilmirəm ki, günahdır. Uşaqları boş yerə döyməyin, savabınız gedir. Səsinizi naməhrəm eşidir. Uşağın tərbiyəsinə mənfi təsir edir. Yenə onlara fərq etmir. Öz aləmlərində biri-birinə baxıb güya uşaq tərbiyə edirlər. Özləri də əlhəmdülillah ibadət əhli edirlər, hicablıdırlar. Hərdən də səbrim çatmır uşaqlara görə onlarla kobud davranıram. Hirsim soyandan sonra düşünürəm ki, görəsə mən bunları necə nəsihət edim ki, başa düşsünlər. Başqa cəhdlərindən də narazı deyiləm. Qeyd edim ki, gəlinlərimin hər ikisi bu qrupdadırlar. Çox xahiş edirəm. İslam qaydası ilə uşaqlarla necə davranmağı onlara nəsihət edərdiniz. Allah sizi qorusun, elmizə bərəkət versin. Allah sizi də qorusun və Allah sizi də gəlinlərinizlə daimən mehriban eləsin. Allahın izni ilə mehriban olasınız. Amma o ki, qalsa ki, uşaqların tərbiyə məsələsində ümumiyyətlə bütün hədislər onu göstərir ki, uşaqlar 10 yaşına qədər döyülmürlər. Yəni, uşaqlar 10 yaşına qədər döymək düzgün deyildir. Bircə hədisdə döymək 10 yaşında qeyd olunub. O da Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, övladlarınız 10 yaşına çatsa, namazı qıldırın, qılmasalar vurun və yataqlarını ayırın. Yəni, qızla oğlan yatağını ayırın. Bu o deməkdir ki, yəni uşağın ilk döyülmə vaxtı 10 yaşından başlamalıdır. 10 yaşının, o da nədən ötürü namaz qılmadıqlarına görə. Amma əgər söhbət 2 yaş olmayan uşaqdan və ya da ki 4 yaşı tamam olmayan uşaqdan gedirsə, subhanallah, o uşağın harasını vursunuz? Yəni, mən sual verim ki, o cür uşaqlarda ümumiyyətlə döyüləsi yer varmı? O uşaqların hələ fəqərələri, onurğaları, sümükləri, əzaları hələ yerində deyil. Yəni, mən çox təəssüf edirəm ki, o cür analar var ki, uşaqlarını o cür döyürlər. Halbuki qız uşağıdsa, onun gələcəkdə uşaq dünyaya gətirmə travması yaranır. Çünki qız uşağıdır, qız uşağının isə fizionomiyası oğlandan fərqlidir. Allah subhanətlə onlara başqa orqan verib, kişilər başqa orqan verib. Və onlar hələ bədən formalaşmamış, siz onları şap-başarap döyməklə, oradan bura tulla, buradan ora tulla, belə döy, elə döy. Siz onların bütün orqanizmlərini sanki belə sıradan sarmış kimi olursunuz. Yəni, siz onları verdiniz, bu travmanı Allah qorusun gələcəkdə onlar ürək çaşınmazlığı problemlərinə gəlib çevrilə bilər. Böyrək probleminə və digər orqanlara siz mənfi təsir edə bilərsiniz. Və ikinci Muhammed s.ə.v heç vaxt uşaq döyməyib baxı. Məlik ibn Ənəs ibn Məlik radiyallahu anhu Muhammed s.ə.v yanında 10 ilə yaxın qalıb körpəlikdən. Onun anası gətirib Ənəs ibn Məlik Allah Rasuluna verib ki, Allah sənə xidmət göstərsin. Və Ənəs ibn Məlik deyir ki, mən 4-5 yaşında uşaq idim və Allah Rasulü mənə bir şeyi göndərəndə, bir işin dalınca göndərəndə, mənə əməl eləməyəndə gəlib mənim üzümə gülə-gülə deyədir ki, ey Ənəs, ya Uneys, yəni balaca Ənəs, niyə sən bunu, kəşf bunu belə eləyərdin? Yəni, qışqırmayıb, döyməyib, danlamayıb. Yəni, bu nə deməkdir? Yəni, bizdə Muhammed s.ə.v bizim üçün ibrətdir axı. 2 yaşında, 4 yaşında uşaq döymək nə deməkdir? Əgər qız uşaqlarsa ən yüksək şiddəti dərəcədə tənbih olmalıdır ki, onları ümumiyyətlə vurmaq olmaz. Onların hələ heç nə, orqanizm heç nə formalaşmayıb. Bərqərar olmuş, siz onları bütün orqanların yerindən tərpədirsiniz. Və ikinci tərəfdən uşaq döyülmək özü uşaq tərbiyəsi demək deyil axı. Yəni, uşağın ağlı dərk eləməlidir ki, uşaq niyə görə vurulduğunu başa salsın. Və ikinci də, uşağa o yaşında daha çox din öyrədilməlidir, danışılmalıdır oyuna, nəsihət olunmalıdır ona. Ona görə baxın ki, İslamın ən çox hədis rəvayət edən sahabələri kimlərdir? Ənəs ibn Məlik, Əbu Hüreyrə,
İbn Ömər, İbn Abbas, Cəbir ibn Abdullah. Bunlar hamısı Allah Rasulunun yanında körpəlikdən olanlardılar. Yəni Ənəs ibn Malik, İbn Abbas, İbn Ömər, Abu Hureyra. Düz Abu Hureyra ilə Cəbir ibn Abdullah biraz böyük yaşlarında olublar. Amma bütün gün Allah Rasulunun da vaxt keçirlər. Amma Ənəs ibn Malik, İbn Abbas, İbn Ömər bunlar Allah Rasulunun körpəlikdən yanında olublar. Və bütün Allah Rasulunun dedikləri hədisləri qavrayıblar, dərk ediblər. Ona görə hətta dünyəvi uşaq həkimləri, demirəm İslamı, dünyəvi uşaq həkimləri belə uşaqları 7-8 yaşına qədər döyməyə qadağan edirlər və deyirlər ki, uşaqlar nəyi soruşurlarsa onların cavabını verin. Ona da baxırsan ki, misal üçün, adi uşağın savad baxımından götürəndə, məsəl üçün, Azərbaycanlı uşaqları götürsən, baxırsan ki, valideynlər soruşur ki, harası gedən, əlindən tutub gedir, deyir, ana o nədir, azizar o nədir, görmürsən o nədir. Biraz keçir, ana o nədir, azizar o nədir, görmürsən gözvə gitsin, görmürsən o nədir. Elə uşaq nə soruşur, azizar, gözvə gitsin, azizardır, görmürsən, azizardır, görmürsən. Ta ana başa düşmür ki, bu uşaq bunu başa düşsəydi, ondan soruşmazdı axı. Nə soruşur, azizardır, görmürsən nədir. Bu görür də, bu başa düşmür də, yəni bu onun təfsilat istəyir səndən. Amma bizim ruslara baxsan, uşaqlarına verən tərbiyə, uşaq nə soruşur, ana ata cavab verir. Bir şey 5-6 dəfə soruşsalar da, sərbəst ana səbirlə cavab verir. Yəni, sanki elə bir ki, o xristiyanlar öz uşaqlarını İslam üzərində böyüdürlər. Bizimkilər isə qardaş qeyri-İslam üzərində böyüdürük. Halbuki Allah Rasul sallallahu aleyhi və səlləm deməli, Abu Sələmə dünyasını dəyişəndən sonra Ummu Sələmə ilə evlənir və onların da bir dənə Sələm adında uşaqları olur. Və o uşaq, deməli, Allah Rasulun evində böyüyür və yemək yiyəndə sol əli ilə onun bunun qabağını uzadır, əlinə. Əli ilə onun bunun qabağındakı yeməklərin yeri sol əli ilə. Allah Rasulü ki, ya quləm, Qul bismillah və kul biyəminik və biməyəlik. Deyir, ey balaca uşaq, yəni həmən Ummu Sələmənin oğluna deyir, bismillah denən, sağ əlinə yinən və öz qabağında olanı ye. Yəni, öz qabağa nə küçüsə onu ye. Bunu deyəndə Ummu Sələmənin oğlunun 5 yaşı var idi. Amma böyüyəndə 16-17 yaşında bu hədisi rəvayət edir. Niyə görə? 5 yaşında eşitmişdi onu. Və ona görə uşaqları döymək olmaz. Əgər biz uşaqlarımızı gələcəkdə İslam üzərində tərbiyə etmək istəyiriksə, uşaqları döymək olmaz. Allah xüsusilə bu iki gəlin bir yerdə yaşayır deyənə, yəni ola bilər ki, bəlkə də bunlar bir-birlərinə rəqabətə gedirlər uşaq döyməkdə. Yəni sanki filan elitim qışqırırsa, mən niyə qışqırmayayım ki? Yəni o qışqıra bilir, mən qışqıra bilmirəm ki. Yəni elə bir sanki belə bir yarışma gedər aralarında. Bu da düzgün deyil. Sonuçta onlardan biri digərinə desin ki, olmaz qışqırmaq. Yəni, naməhrəm var, səsimizi eşidərlər, nə deyərlər, başı bağlıyıq və s. Və həmçində uşaq döymək də o cür. Yəni, siz döyməyin uşaqlarınızı. Axı, nə qanır axı, o 2 yaşı olmayan uşaq nə qanır? Amma nə isə görə döyürsünsə, o şeyin ona tərbiyəsini verin Allahın izni ilə. İnşallah ki, qoy o şeyləri eləməsinlər. Hətta 3 dəfə, 4 dəfə təkrarlayın, amma döyməyin. Döymək uşağın tərbiyəsi demək deyil. Və ümumilikdə isə bu sünnəyə ziddir. Yəni, uşağın o yaşını döyülməyi ümumiyyətlə sünnəyə ziddir.